Herkese yeni bir günden salamlar. Yeni videoma hoş gelmişsiniz. Videoda görsənmir böyük ihtimalla, amma gözlərim infeksiya olub. Ona görə ara-ara gözlərimi silirəm. Uşaqlardan keçdi mənə. Qızların gözlərinin biri, hərəsinin bir gözü infeksiya olmuşdu. Onlardan mənə keçdi. Kargolarım gəlib, sizə demişdim. Atam mənə pul verib, ona görə özümə verdiyim bir neçə sifariş var. İlk önce en ağırından başlayacağım. Bu böyük ihtimalle bilirəm. Şampuan. Bu şampuanlardır. İndirim var idi Clear'da. Clear'ın belə 600 millimlisi olmur normalda. Ama indirim var idi diye 3 tane kadın üçün, 3 tane de kişi üçün indirimden 600 millimlik Clear aldım. Şampuan. Bu iyi. Pis değil. Naneli var. Yo, qəşəng deyəm. Qadınınkini də bundan almışam. Sizə daha yaxşı göstər. Bundan almışam. Belə göstərim sizə. Amma iyi necədir bir fikrim yoxdur. Mükəmməl iyi var. Süper. Başqa və əsas qənimətlər. Baxım ürünləri. Likape'dən aldım. Likape uyğun bir markadır. Yəni siz də Trendyol eğer istifadə edib bir şeyler sifariş verirsə baxa bilərsiniz. İndirimləri olur yaxşı. Onu takip edib indirimlərini yaxalamaq lazımdır. Kadon. Oy, kadon. Deməli, nə idi ona? Miselər. Bir dənə belə tonikini almışam. Və bəzi şeylərdən 2 almışam. Belə 2 dənə almışam. Çünki çox yaxşı indirim vardı. Mən də qaçırmaq istəmədim fürsəti. Sonra başqa cür bir mesela suyunu almışam. Yani tonikini. Bu arada burada hiçbir işbirliği yoktu. Tamamıyla öz pulumdan almışam. İçeri bir boş değil. Bu göz kremi de. İçinden de göz kremi almışam. Neydi? Ha. Böyle Arbutin serumu almışam. Arbutin serumu hiç işletmemişim bu arada. İlk dəfə işlədəcəyəm. Bu arada uşaqlar yatırlar. Dəniz tam yuxuya keçməyib. Damla isə yatıb yuxuya qalıbardı. Bu niasimiddir. Belə 2 dənə də niasimid almışam. Və bu nə idi? Vitamin C-si. 2 dənə də belə vitamin C-ni almışam. Bəzən ürün çox alanda yanına hədiyyə qoyurlar, amma bunda heç nə qoymayıblar, nəcəbsə. Yüz yıkama jeli en vacibi. Çünkü mən yüz yıkamada her zaman bunu kullanıram. Çok sevirəm bunu. Bu arada bir Bioderma'ya keçdim. Hiç bəyənmədim. Yine de bunu dönüp dolaşıp buna geldim. Beğenmedim derken bunun da eyni şeydi ve eyni bahadır. Bioderma daha bahadır ama eyni şeydi. Temizliği falan ben hiç böyle farklı bir hissedemedim. Bir de bunu aldım. Bu bilirsiniz de nedir? Bu İçili yüz temizleme şeyi olur, cilt temizleme yağı. Hani üzünüzün artık makyajını silmeden sadece bunu sıkıp böyle üzünüzü bundan temizleyip üstünden bir de jelle yıkayırsınız da yuyursunuz. Ya bunu hiç istifadə eləməmişəm belə şey. İlk dəfə aldım denemək üçün. Bacım dedi bundan al dene. Hoşuma gələr. Hatta aldım. O kadar da makyaj edən bir insan değilim ama çölə bayıra çıxanda eləyirəm yani evdə eləməsəm də. Onu bir kere öz-özünə coşub. Yəni maraqlı gəldi mənə, mən də aldım. Neyse şimdi bu ürünlerin hamısını atmayacağım tabii ki. Bəzilərindən atacağım, hələ bilmirəm. Qərar verməmişəm. Nədir? Ha bu. Ben bu size gösterdim da. B12, kremit kompleksi, futik asit, medekasit asit. Pink serumdu da, pembe serum. Bunu da ilk dəfə deneyeceğim bu arada. Bir de bundan atmak istiyorum. Ya, atın başka. Bütün atmayayım. Bilmirəm ya hansını atım. Qərar verə bilmirəm hansından atım. Neyse bunu bir ChatGPT-də soruşaram. Görüm mənə nə tavsiyə eləyir. Hansı ilə daha yaxşı gedər. Onu elə eləyim. Elə atım. Ən yaxşısı odur. Bu arada nemlendirici krem alacaydım. Almaydan vaz keçdim. Evdə bir dənə Nivel'in məndə nemlendiricisi var qalıb. Onu hələ açmamışam. Onu açıb bitirəcəm. Bitirəndən sonra artıq nemlendirici almayı düşünmürəm. Niyə? Çünki Bioderma'nın yüz yıkama jelini sevməsəm də bunu çox sevirəm. Bu Bioderma'nın Atotermik serisini çox sevirəm. Atoterm serisinin yəni nemləndirməsi gerçekten de çox yaxşıdır.
İndi mən bunu almışam, uşaqlara istifadə edirəm. Uje özümə də istifadə edirəm. Çünki dediyim kimi buralarımda quruluq yaranmağa başlayıb. Niyə bilmirəm. Hətta şu an sizlə danışanda üzüm aşırı gərgindir. Üzümün üstündən bir poz daha kremlə keçməliyəm. Bu aralar aşırı cilt quruluğu yaşayıram. Normalda mənim cildim quru deyil, yağlı da deyil. Normal cilt tipidir. Karma falan da deyil yani. Ona görə bunu dəyərləndirəcəyəm. Yəni ki, bunun endirimini qovalayacağım. Çox gözəl endirimi yaxalamışdım. Alacağam dedim. Səbətə atmışdım hətta. Və o səbətdən o ürün C tip. Və mənim ağılsızlığım tamamilə. Amma nə olur olsun, bunun endirimini təkrar qovalayıb mütləq bundan yeni almaq istəyirəm. Ona görə də yəni əgər nəmləndirici istəyirsinizsə, bunu tavsiyə edirəm. Bu arada uşaqlara da çox yaxşıdır. Mən bunu Kərimə də istifadə etmişəm. Kərim atopik dermatit idi. Atopik dermatit bəlkə aranızda bəzilərinin uşaqlarında var. Dəri öz su bazasını yəni stabilliyini qoruya bilmir. Ona görə də dəridə quruluq yaranır və qaşındıqca da uşaq oranı yara eləyir, qızartı yaranır, quruluq yaranır. Kərimin dərisi demək olar həmişə pütür belə dərisi var idi və aşırı belə coşanda da mən Kərimə kortizonlu dərmanlar istifadə eləyirdim məcburi bir şəraitdə. Çünki başqa heç nə onu sağaltmırdı. Zaten başqa heç nə də sağaltmır. Məcbur istifadə eləmək zorundasınız. Həkim də yazır bunu onsuz da. Kərimdən Fulçinar istifadə eləyirdim. Bir dənəsi də var idi. Adı indi yadımda deyil. Aşağıda var hətta ondan. Ondan istifadə edirdim. Kərimin demək olar çox şükür bədənində demək olar qalmayıb. Bəzi uşaqlarda qalır, bəzi uşaqlarda gedir. Kərimdə demək olar qalmayıb. Sadəcə qolunun bu nahiyələrində arada yaranır hələ də. İndi o nahiyələrindəki də ola bilər ki, ərgənliyində, yeniyetmə dövründə tamamilə bitsin, getsin. İnşallah da bitər gedər. Bu arada bugün mükəmməl hava var. Sizə göstərəcəyim havaları. Havanın möhtəşəmliyi, super bir dənə hava var. Gerçekten de hissi de çok yaxşıdır. Çok yaxşı hava var. Super bir dənə çöldə hava var. Ləzzətli. Amma mənim gözlərim pərtdir. Şurada görürsən bəlli olar gözlərimin qızartısı. Bilmirəm burada bəlli olur, olmur. Gözlərim qırmızıdır yəni. Hatta burasına şey yığışırında onu təmizləyəcəyəm, çayla siləcəyəm. Gözümü yumadım. Yəni, üzümü yudum da gözümü bağladım, üzümü yudum, amma gözlərimi ovuşturmadım. Dərmanım var zaten. Mənim gözüm həssasdır. Yəni, gözlərimdə bu tez soğuq dəyimi olur. Əgər birində də varsa sırazı keçir. Sizə köpələklərimi göstərim. Evet. Ballardan bu bal 1, bu bal 2. Günaydın teyzeleri, günaydın halaları, pipileri, necəsiz? Gece kupon olalım. Herkese yeni bir gündən salamlar. İndi bazarlıq elədik. Burada bazarlıq var, orada bazarlıq var. Buralar dağınıqdır. Çünki səhər yeməyini yeyib, buraxıb gedib direkt bazara getdik. İndi mən onları yerinə qoyacağım. Burada da köklərimi çıxartdım, köhnə kökləri. Təzələri altı yığacağım, köhnələri də üstə qoyacağım. Siz də mənim kimi eləyirsiniz. Hər şeyin təzəsini alta, köhnələrini üstə. Daha yaxşı olur, təmiz olur, səliqəli olur. Həm də xarabcaq olur. Gecə gözlər almışam. Minik. Hamısını birləşdirdim. Təzələrin üstünə qoyuram. Belə. Bunu bacımın qızına verəcəyəm. Ramin orada kahve qoymuşam. Bazarlığa hər ikimiz elədi. Biraz getmişdən həm bacıya, həm özümə. Biberləri yerləşdirin. Biber o kadar bahadır. Ümumiyyət tərəvəli şeydir. Qışda bazar çox bahalı olur. Yani kahvesi de hazır oldu. Böyle bir götürmək gec olur. Efendim? Əmdən cəza doğranmış köküm də orada var. Bu videodan sonra paylaşacağım videoda təmizlik eləyirəm. O videoda da istəyirəm ki,
Həm özüm haqqında məlumat verim, həm də sizin əgər suallarınız varsa, onlara cavab verim. Əgər mümkündürsə, çox istəyirəm ki, bu videonun altına yorumlarda mənə olan suallarınızı yazasınız. Mən də onların hamısına bir-bir o videoda cavab verim. Sizdən bu videonun altına yorumlarınızı gözləyirəm. Daha doğrusu suallarınızı gözləyirəm. Bu da onların içlərində cəfəsini zəfərlə bir balaları bir böyük. Halallıq olsun. Nə qoydum. Dedim. O birləri də bacıcılı. Bunları xaldırım qoydum. Deməli, indi bacının da əşyalarını gətirim bura qoyam. Burada ıspanağı var. Biberi var. Sonra kökü və göyərtisi var. O evdə, bacı evdə yox idi. Elə Raminə getmişkən, motorla getmişkən onu da aldım. Bunların hamısını bir yerə qoyuram ki, rahat bilsin hansı hardadır, götürsün. Bunu da koydum. Masam. Tamam. Ben de zeytinyağı almışım. Ben bunu da yerine koyalım. Masam. Ben benim kahvesini aparım. O poşetleri götüreceğim yerden. Balaca göbələklərimi göstərim sizə. Benim göbələklərim. İndi qısacağım bunlar yemek yesinler. Çoxdan da yeyiblər. Gecə saat 2 idi, yerimizə girirdik. Ramin dedi ki, Dəniz mənə nəsə isti gəldi. Mən də həmən qızdırmasını ölçdüm. Gördüm qızdırması 38,1 gəldi. Əşyalarımızı toparladıq, Damlanı da özümüzlə götürdük. Çünki Damla da çox pis öskürürdü zaten. Nəysə, hamımız bir yerdə getdik xəstəxanaya. Acilə girdik. Zaten həmən dinlədilər, elədilər ciyərlərini. Bizi yatırdılar. Uşaqların ikisinə də oksigen verdilər. Dənizin qızdırması düşmək üçün ona damar yolundan dərman verdilər. Damlaya çox da bir şey eləmədilər. Əsasən buxar verdilər Damlaya. Bir də oksigen verdilər ikisinə də. Nəfəs almaqları rahatlaşsın deyə. Axşam saat 2-də girdik xəstəxanaya. Səhər saat 12-də. Yəni günorta saat 12-də çıxdıq xəstəxanadan. Ramin də mən də ikimiz də aşırı yorğun idik, ölürdük yorğunluqdan. Ramin motosiklla gəlmişdi deyə o onunla qayıtdı. Çünki motosikl orada qoyub bizlə gələ bilməzdi zaten. Mən də gedəndə taksi ilə getmişdim, amma qaydanda uşaqlar yaxşı idi, avtobusla qayıtdım. Bazar günü idi deyə avtobusun içi də bomboş idi. Hətta burada sizə çəkib göstərirəm. Hər kəsə yeni bir gündən salamlar. Mən indi gedirəm dırnağımı düzəltdirməyə. Evdən gec çıxmışam. Qaça-qaça gedirəm biraz. Hava mükəmməldir. Çox qəşəng hava var. Həm günəş var, həm istidir. Dünənləri bir buz var idi. Bir də üstünə üstlük uşaqlarla da xəstəxanaya getmişdim. Həkimə getmişdim. İndi gedirəm minibüs gözləməyə.
Yok yok. Hadi. Bildim. Yağlı bir Hayır, tek Dağıtımda gözükmüyordu benimki. Yakını diye mesaj gelince ne alakalı dedim. Başka bir yere mi gönderdi? Şimdiden bir yere çık kalmaya. Var ya. Benimki bir poşet olması lazım. Bilmiyorum belki ayrı ayrı koymuş. İsmi yok yazdı. Oturum indi baxım internetten nə Ha, demək, tamam. nə rəng. Tamam tamam. Var. Şey ya bir Lila var ağzımda belə açıq belə bir şey. Hı hı. Başqa Ha, tamam. Tamam dur geleceğim. bir şey Sağ ol. yoxdur heç. Bunlar Olsun bir şey olmaz. Gözüm Şaka yeni yapıyorum. yapıyorum. Gözüm dərman durmuşam, qızarıb buluyorum. Bilmirəm, belə bəlli olur, olmur. İşte dağıtımda gözükmüyordu. Şimdi mesaj geldi. Dırnaqdan gəldim və video çəkməmişəm. Axırıncı dəfə dırnağa gedəndə video çəkdim sizə. Dırnaqlarımı belə elətdirdim. İndi bir dəqiqə aradan, arxa kameradan daha yaxşı görsəniz. Bu şəkildə. Ya, kameradan o qədər qəşəng görsənmir. Həyatda daha qəşəngdir. Çox bəyəndim. Sadə belə elədim. Buna bir ad dedilər. Bu kedi gözü deyil amma bilirəm ki, bir ad dedilər amma bilmədim. Yadımda qalmadı adı. Sizə boncuqlarımı göstərim. Bu boncuğun üstünü atmışam ki, o yansın. Çünki ona nam verəcəm. Sonra bu boncuğa keçəcəm. Bunlar mənim boncuqlarım. Boncuqlarım sönüb. Xəstədir mənim boncuqlarım. Uf olublar. Şimdi kurban olalım. Basına dönelim. Aşkım benim. Ne der yatıp